Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda badımcanı mövsümündə tez-tez hazırladığım salatın reseptini sizinlə paylaşıram. Bol tərəvəzli bu qarışımı istər salat kimi də yemək olar, qaldıqca özünü tutur, yeməklərin yanında turşu kimi də süfrəyə vermək olar. Çox dadlı bir turşu alınır. İndi keçək hazırlanma qaydasına. Bunun üçün badımcanları əvvəlcə biraz suda pörtlədirəm, doğramıram, duzlayıb acısını çıxartmıram, elə bıçaqla bir-iki yerdən deşləkləyirəm. Hamısını belə bıçaqla deşləkləyib bir qaba yığıram. Qazanda su qoymuşam, su qaynara düşəndən sonra biraz duz əlavə eləyirəm. Hazırladığım badımcanları duzlu suya tökürəm, qazanın qapağını örtüb, 1-2 dəqiqə pörtlədirəm. Badımcanı çox bişirmək olmaz. Əgər çox bişərsə, onda içərisi yumuşaq olar. Həm salat, həm də turşusu yaxşı alınmaz. Ona görə ara sıra qarışdırıram, alt-üst eləyirəm. Yoxlayıram, artıq biraz əgər yumuşalıbsa, çəngəl batırsa, deməli hazırdır. Qazı söndürüb ocaqdan götürürəm. Badımcanları bir aş düzənə yığmışam, üstünə bir qab çevirib, üstünə də ağırlıq qoyuram ki, qalsın, acı suyu çıxsın. Badımcanların acısı çıxana qədər digər tərəvəzləri hazırlayıram. Salat üçün göyərti götürmüşəm, yer kökü, sarımsaq, acı bibər, yaşıl bibər, qırmızı bibər də olar, bir də qırmızı soğan. Soğanın qabığını soyandan sonra əvvəlcə 2 yerə bölürəm, kəsdiyim hissələri də yenə 2 yerə kəsib aypara şəklində doğrayıram. Əgər sizdə qırmızı soğan yoxdursa, elə adi ağ soğanla da hazırlaya bilərsiniz. Soğanı doğrayıb salat hazırlayacağım qaba boşaldıram. Ardından yer kökünü belə bir alətlə nazik, uzunsov şəkildə doğrayıram. Yer kökünü bişirməmişəm, çiğdir. Nə qədər nazik olarsa, o qədər daha yaxşıdır. Əgər sizdə belə alət yoxdursa, elə sürtkəcin iri gözündən də keçirdə bilərsiniz. Yer kökünü də doğrayıb soğanın üstünə əlavə edirəm. 2 ədəd bibərin də içini çıxardıb təmiz yumuşam, onları da yenə kəsib uzunsov şəkildə doğrayıram. 1 ədəd acı bibər götürmüşəm. Biz acı çox sevmədiyim üçün acı bibərin yarı hissəsini kəsirəm, xırda-xırda doğrayıram. Amma acı sevənlər elə bütöv bir acı bibəri də doğraya bilər. Yəni bu salatı hazırlayanda öz zövqünüzə görə sevdiyiniz ərzaqlardan biraz artırıb azalda bilərsiniz. Bibərləri də doğrayıb ərzaq qabına tökürəm. Badımcan demək olar ki, artıq tam suyu çəkilib. Videoda göstərdiyim kimi badımcanı ortadan 2 hissəyə bölürəm. Böldüyüm hissəni də yenə 2 yerə kəsib, belə uzunsov şəkildə doğrayıram. Gördüyünüz kimi badımcanın içi bərkdir. Əgər çox yumuşaq olarsa, onda salatda yaxşı alınmaz. Biraz içərisi bərk olmalıdır. Bu qaydada badımcanların da hamısını doğrayıram. Doğrayandan sonra onu da ərzaq qabına yığıram. Göyərtilərdən hərəsindən 2-3 qanad, keşni, şüyü, cəfəri götürmüşəm, bir də reyhan. Bunları da xırda-xırda doğrayıram. Hamısını doğrayandan sonra göyərtiləri də ərzaq qabına yığıram. 4 ədəd iri diş sarımsağı da sürtkəcin xırda gözündən keçirdirəm. İstəyə görə sarımsağı az ya da daha çox əlavə eləyə bilərsiniz. Amma sarımsaq nə qədər çox olarsa, onda turşunun dadı çox gözəl alınır. Sarımsaqları da sürtkəcin xırda gözündən keçirdib qaba əlavə edirəm. Duz səpirəm, biraz qara istiot. Salatı qarışdırandan sonra duzuna baxmaq lazımdır. Əgər az olarsa, yenə əlavə eləmək olar. Çox da duzsuz olmasın. 5-6 xörək qaşığı bitki yağı, mən günə baxan yağı əlavə elədim, amma siz öz istifadə elədiyiniz bitki yağından, zeytun yağından əlavə eləyə bilərsiniz. 4 xörək qaşığı da üzüm sirkəsi əlavə eləyirəm.
Tərəvəzləri yaxşı-yaxşı qarışdırıram. Üstün örtüb bir soyuducuya qoyuram. Artıq 3-4 saatdan sonra dadına baxmaq olar. Ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Ərzaqların ölçülərini artıraraq daha çox hazırlaya bilərsiniz. Süfrəyə həm salat kimi, həm də günlərcə qaldıqca bu qaydada hazırlayıb, istər bankaya yığıb, istərsə şüşə qablarda soyuducuda saxlamaq olur. 2-3 həftə saxlaya bilərsiniz. Qaldıqca da daha da özünü tutur, daha dadlı olur. Turşu kimi də yeməklərin yanında süfrəyə vermək olar. Demək olar ki, artıq bir 3-4 saat keçib, belə gözəl, badımcanla qarışıq, tərəvəzli bir salat alındı. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videom da sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.